Başlayıbsan, sağlam olsan, xəbər edin. Düstur daha ispat olun. Təzə düstur, bu daha nədir mən? Bunu öldürür. Yoruldundur bana. Niyə həyəcanlanırsan? Ben iki defa kamera karşısına çıkarım. Müsahibə verin, məni Lider TV-də göstərəcəklər. İki dəfə deyil, ikinci dəfə. Hayır, ne yapıyorsun? Böyük konsumenizmin üstə bir esot. Olacaq. Başlayın. Salam əziz Riyaziyyat tərəf izləyiciləri, mən Rəhim Fərzli. Bugün bu videoda sizə iki şagirdimizlə kəsik piramidanın və kəsik konusun həcm düsturlarının çıxardışına baxırıq. Təbii ki, bunu özünüz də edə bilərsiniz. Bu dərsliklərdə də var, başqa kitablarda da var. Lakin həm izahlı şəkildə, həm də şagirdlər tərəfindən yazılaraq daha maraqlı görsənəcəyini düşündüyümüz yerə belə bir yanaşma ilə gedirik. Bundan başqa bizim dərslərimizi yazılmaq üçün qeyd olunan nömrələrə də saxlaya bilərsiniz və növbəti videolardan xəbərdar olmaq üçün kanala abunə olun. Həmçinin sizin başqa hansı yanaşmalarınız var və ya hansı tipli videolar görmək istəyirsiniz, videonun şərhlər qismində qeyd edin. İndi bu günkü dostumuz Nurlan Fərzullayev kəsik piramidanın həcm düsturunu və Həsən Əmirli deməli kəsik konusun həcm düsturunu bizə hardan gəldiyini göstərəcək. Təbii ki, bunların önündə biz qəbul edirik ki, piramidanın həcmi 3/1 oturacaq xaçdır, konusun həcmi isə 3/1 pi kvadratı xaçdır. Yəni bunlar daha öncəki düsturlardır. Maraqlı yazır, biz bunların da izahlarını geniş şəkildə paylaşarıq. Bunlardan yola çıxaraq kəsik piramidanın və kəsik konusunun həcm düsturlarının hardan gəlməsinə addım-addım göstərəcəklər. Anlaşılmayan hissələr ümidvarım olmayacaq, olsa şərhlər qismində bildirərsiniz, izah eləməyə çalışarıq. Nurlan bəy, gəl başla izaha. Deməli, mənim istədiyim piramida var. Belə piramida. Yəni, bilinmir də neçə bucaqlı, 3 bucaqlı ola bilər. Yəni, oturacağın neçə bucaqlı olduğunu bilmirik. Bu bir kəsik piramidadır. Sən o kəsik piramidanı tam piramidaya tamamladın. Bəli. Tamamladın, gözəl. Onda belə deyirik də, biz bunu kəsiklə tamamladıqsa, biz buranın neçə bucaqlı olduğunu bilmədiyimizə görə, gəl bu hissəni çəkməyə, bilmirik, 3 bucaqlı, 4 bucaqlı, 5 bucaqlı, olsun bu formada, burada 3 nöqtə qoyaq, burada 3 nöqtə. Yəni, oturacağın tərəfləri hələ təbii ki, davam edir də, o 3 bucaq da ola bilər, 100 bucaq da, 1000 bucaq da və s. Deməli, kiçik oturacağı S1 adlandıraq. Sahəsini, kiçik oturacağın Sahəsini sahəsini S1 adlandıraq. İkincinin sahəsinə isə S2 deyirəm. Bunu da burada qeyd edək. Yuxarıdan bir hündürlük çəkdik. Onlar hər ikisinə perpendikulyardır. Hündürlük hər ikisi oturacaq perpendikulyardır. Çünki niyə hər ikisinə perpendikulyar oldu? Oturacaq. Niyə hər ikisinə perpendikulyar oldu? Oturacağı oturacağına paraleldir. Həm də ki, təpələri eyni nöqtələrdən. Oturacaqlar paralel olduğuna görə o təpədən gələn hər iki oturacaqlar perpendikulyardır. Əla. Bəli. Böyük piramidanın hündürlüyü ümumiyyətlə özü H adlandırdıq. Böyük piramidanın hündürlüyünü H adlandırdıq. Böyük piramida ilə kəsik piramida arasında qalan hündürlüyü isə kiçik H-la ifadə elədik. Və bu yuxarıda qalan kiçik piramidanın hündürlüyü H çıxılsın, kiçik H olacaq. Və üstünə yazılsın. H çıxılsın, H çıxılsın, kiçik H olacaq. Daha sonra isə böyük piramidanın həcmi düsturu 3/1 S oturacaq vurulsun H. Bunun S oturacağına S1 demişdik. Ondan əlavə bir şey qeyd ki, bunlar oturacaqlar bir-birinə paraleldir. Ona görə S1 bölünsün S2 bərabərdir. S1-ə aid olan hündürlük piramidanın ümumi böyük hündürlüyüdür. Onu böyük H-la adlandırmışdıq.
kiçik oturacağı, yəni kiçik piramidaya aid olan hündürlükdə h çıxılsın kiçik h idi. Ümumiyyətlə iki oxşar bir fiqurun hündürlüklər, sahələr nisbəti, hündürlüklər nisbətinin, tərəflər nisbətinin kvadratına bərabər olduğu bilinirdi. Yəni onu bilirik. Oxşarlıqdan bilirik. Bəli. İndi hər tərəfdən kök alaq. Bizim kəsik piramidanın oturacağının sahəsi S1, kiçik oturacağının sahəsi isə S2-dir. Burada verilənlərdən böyük h-ı bunlardan asılı gətirdik. Yəni çarpaz vurarıq. Buradakı böyük h-ı verilənlərdən asılı gətirdik. H vurulsun kök altda S1 bölünsün kök S1 çıxılsın kök S2. Daha sonra isə piramidanın həcminin üstürü 3/1 S oturacaq vurulsun h. Və kəsik piramidanın həcmini tapmaq üçün və Böyük bir nədir? Böyük piramidanın həcmi. Yəni həm kəsiyin həcmini tapmaq üçün böyük piramidanın həcmindən kiçik piramidanın həcmi, yəni ki, bu həcmi çıxır. Böyük piramidanın həcmi 3/1 S oturacaq. Oturacağı S1 vurulsun böyük H. Bundan çıxır kiçik piramidanın həcmi isə 3/1 S oturacağı S2 demişdik. Hündürlüğü isə H çıxılsın H. Buradan 3/1'i orta vuruq çıxardırıq. Burada verilən ifadədə S2-ni bu mötərizənin içinə vurub açırıq. Buradakı böyük H-lar bir qruplaşmalıdır. Buradakı ifadədən böyük H-ı orta vurub çıxardırıq. Daha sonra isə burada H-ı H vurulsun kök S1 bölünsün kök altda S1 çıxılsın kök altda S2 tapmışdıq. Gətirib buradakı H-ın yerinə ifadəni qoyuruq. Daha sonra isə buradan H-ı orta vurub çıxardırıq. Hər iki tərəfdə H var. S1 vurulsun H. Daha sonra isə burada verilən ifadəni A çıx B, yəni A kvadrat çıxılsın B kvadratı kimi A çıx B, A üstə B kimi vurgulara ayırırıq. Üstə yazın. Burada isə bunlar ixtisar edəcək. Bunu da bu mötərizənin içinə vurub açırıq. Beləliklə, kəsik piramidanın həcminin üstürü ispat olundu. Deməli, məncə ikinci dəfə artıq bu düstunu araşdırsan, daha sürətli və daha dəqiq yazarsan. Bəli. Belə, hesab xətalarında bəzilərini özün tapdın, bəzilərini orada bir nəfər vermişsin, onu da özün tapdın. Qəşəng, əla, sənə uğurlar. Deməli, Həsən bəy, sən bizə nəyi göstərəcəksən? Bu bizim kəsik konusudur və bunun üzərində oxşarlıq tətbiq etməklə kəsik konusunun həcmini çıxardacağıq. Deməli, başlayaq. Birinci növbədə kəsik konusu normal bir konus tanımlayaq. Bura H1 deyək. H1 deyəndən sonra oxşarlığı tətbiq edək. Kiçik bölünsün böyük bərabərdir H1 bölünsün böyük H, yəni kəsik konusun H-ı üstə kiçik konusun H-ı. Və buradan H1-i tək saxlayaq, çünki düstün açışında, mötərizələr açanda H1 bizə lazım olacaq.
H1 bərabər 1. RH 2 olsun. Kiçik RH1. Bunun aralığıca olsun. H1 çıxılsın. Kiçik olsun. H1 bərabər 1. H1 ortalığı çıxarır. H1 bərabər 1. Ortalığı çıxarır. Böyük çıxılsın. Kiçik bərabər 1. RH H1 bərabər 1. Uzun H bölünsün. Böyük çıxılsın. Kiçik. Kəsik konusun həcmi bərabərdir. Böyük konusun həcmi çıxılsın. Kiçik konusun həcmi qeyd edilir. Böyük kəsik bərabərdir. Böyük çıxılsın. Böyük kiçik. Bu çığlar qarışdı. Mənə Deməli, buna kəs yazır. Kiçik bərabərdir. Böyük konusun həcmi üstə bir S oturacaq vurur. Deməli, 3'də 1 oturacaq sahası pi L kvadratı vurulsun H. H da kəsik konusun həcmi H-ı üstə kiçik konusun H-ı bərabərdir. Çıxılsın kiçik konusun həcmi üstə 1 pi kiçik L kvadratı vurulsun H. Buradan şöyle pini ortalığı çıxardır. Şöyle pini ortalığı çıxardır. L vurulur içəri. L kvadratı H üstə L kvadratı H1 kiçik kvadratı H1 lavada H1 üzəri bərabərdir. L ortalığı çıxardır. 3'də 1 qalsın yerində L kvadratı H üstə H1 L kvadratı kiçik L kvadratı bərabərdir. H1 tapış oldu. Orada H1'in yerine koyalım. 3'də 1 pi L kvadratı bölü H. Orada H1'in yerine bu ifadeyi qeyd edək. L H dönsün. Bölü geçsin. Kiçik qeyd etdikdən sonra. Təsəvvürünün düsturu ilə müsaadələşdirək. Əla. Beləliklə kəsik konusun həcmini oxşarlıq vasitəsilə və böyük ümumiyyətlə normalda konus həcmi düsturuna və oxşarlıqdan istifadə edib kəsik konusun həcmi düsturunu çıxartdı. Yəni buna isbat da deyə bilərik, düstur çıxardışı da deyə bilərik. Biraz tələsirsən amma imtihanda da bu səni bir neçə sual geri atmışdı. Belə deyil. Tələsmək lazım deyil, diqqətlisən, amma tələsirsən deyə bəzən onları itirirsən. Belə, gözəl, keçək. Belə, ümidvaram ki, bu videolardan nəsə öyrənə bildiniz. Əgər siz hansı mövzularda köməklik lazımdırsa, şərhlər qismində qeyd edin. Biz onlara aid videolar çəkməyə çalışaq. Həmçinin videolardan xəbərdar olmaq üçün kanala abunə ola bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın.